Bu videoma əsasən də 45 yaş üzəri olan xanımlar diqqətlə qulaq assınlar. Ən çox mənə suallardan biri budur. Doktor, 45 yaş üzərində olan xanımam, məndə miyoma var. Bu miyomalarım əməliyyat olunmalıdırmı? Əlbəttə ki, bu miyomanın ölçüsündən, verdiyi kliniki əlamətlərdən asılıdır. Bildiyimiz kimi 45 yaş üzəri artıq menopoz, yəni klimakterik yaşdır və bunu nəzərə alaraq aidət dönəminin artıq son dönəmləri olduğu üçün və yaxud da belə dönəmdə olduğu qadınlar adətdən kəsildiyi üçün miyomların da qidalanması pozulacağı bir dönəm sayılır. Əlbəttə ki, bu miyomun uşaqlığın hansı təbəqəsində yerləşməsindən asılıdır. Əgər miyom uşaqlığın endometrium təbəqəsində yerləşirsə, submukoz miyomdur. Bəli, o zaman bu miyom qanama verəcəkdir, mütləq qaydada alınması gərəkir. Yox, əgər miyomlar əzələ və yaxud da ki, daha dış təbəqədə, xarici təbəqədə yerləşibsə, intramural və yaxud da subserozdusa, qanama vermirsə, o zaman bu miyomları əməliyyat olunmağı məsləhət deyil. Əlbəttə ki, bu qadın dinamiki müşahidədə saxlayacaq ultrasəs müayinəsi ilə. Bəzən görürük ki, menopoz yaşında olan qadınların reproduktiv yaşda olan miyomları hətta 6-7 santimdən millimetrik ölçülərə qədər düşmüş olacaqdır.